Salam mənim əzizlərim, hər vaxtınız xeyir olsun, hər birinizi salamlayıram. Bugün sizlər üçün dekabr ayının bütün bürclər haqqında paylaşım etmək istəyirəm və sizlərdən xahişim budur ki, səhifəyə abunə olmağı və bəyənməyi unutmayın. Dekabr ayı üçün tərəzi bürcləri. İnşallah ümidvaram Allah'ın izniyle ruzu bereketli, uğurlu bir ay olacak siz için de. Aziz terazi bürcləri, ilkin başlanğıcdan sizi sevindirmək istəyirəm. Ona görə ki, bu ay sizi için çox uğurlu, düşərli və gözəl bir aydır. Ona görə ki, kimlər ki sizə zamanında pislik etmişdilər, siz hər anda gözləyirdiniz ki, onlar Allah'ı cavablarını alsınlar. Unutmayın ki, sizə pislik edən insanlar dekabrın son vaxtlarında öz cəzalarını Allah tərəfindən alacaqlar. Və sizdə uğurlar, məsələn, xaricə, ya Rusiya dövlətlərinə getmək və yaxud da başqa bir müsəlman dövlətlərinə səyahətə, iş müqaviləsi ilə getmək istəyən insanlar üçün çox uğurlu bir aydır, gedə bilərsiniz. Amma bəzi tərəzi bürclərinin valideynləri az yaşlı olan, yetkinlik yaşında olan və yaxud da 25-26 yaşına qədər insanlarla biraz ehtiyatlı olun. Əziz tərəzi bürclərinin nümayəndələri, istər qızları, istər oğlanları sevgi uğrunda intihara qalxmağı düşünməyin. Unutmayın ki, ailənizdə anavız, atavızın haqqı üzərinizdədir. Onların göz yaşına səbəb olmağa çalışmayın. Allah Taala öz mələkini sizin yolunuzun üzərində qoyub, bəd nəzərdən özünüzü tez-tez qoruyun. Yeni iş müqavilələrində, yeni iş yüksəlişlərində siz üçün uğur olacaq. Tələbələr hansısa bir müsabiqədirmi və yaxud da ki, daha da təhsilini artırmağından ötürü xarici dövlətlərə təklif alacaqlar və uğurlu yollarınız olacaq. Həftənin hər günündə, ayın hər günündə, hər saatında bizi yaradan Allah'ımıza dua etmeyi unutmayın. 18'i günündə ehtiyatlı olun. 3'ü günündə ehtiyatlı olun. Düşəri rəqəmimiz sizin üçün bu indiki kimi baxdığım neçə bürc altında doğulanlara bunlar çıxmadı. Amma sizə çıxdı. Düşəri rəqəmimiz 9'u 10'udur. Həftənin 2. və 4-cü günlər düşəri günlərimizdir. Dekabr ayı için əqrəb bürcləri, ümid edirəm Allah'ın izniyle mənim yaxın dostlarımın, qardaşlarımın bürcündə də uğuru gələcək, ailəsində, özündə sevinci olacaq inşallah. Əqrəb bürcü altında doğulan insanların da hər birinin gözlərində, özündə sevinç, təbəssümün olmağını arzu edirəm. İnşallah uğurlu, xeyirli çıxar. Əziz əqrəblər, təəssüf edirəm ki, bu ayda sizin bürcünüz altında doğulan, əqrəb bürcü altında doğulan hər bir insan öz səhvlərindən bir növ deyərəm ki, qurbanı olacaqlar. Ayağının önünə gələn ruzuları düşünmədən imtina etdiklərinə görə onların acısını çəkəcəklər. Bəzi əqrəb qadınlar ailə həyatını qurmaq üçün naz etmələri onlara başa gələcək. Çünki sonradan onların ailə həyatı qurmağı çətinləşəcək. Əziz əqrəblər, sizin üzərinizdə şeytani əməli olan insanlar karmanın dekabr ayında ən güclü çağındadır. Əziz dostlar, hər bir bürc altında doğulanlara bu ayetdir. Dekabr ayı karmanın çox güclüdür, təmizlik üçün güclü bir vaxtıdır. Yəni, dekabr ayında şeytani əməl etmək istəyənlər, unutmayın, bu sizlərin özünüzə başa gələcək. Çünki dekabr ayı şeytani əməllərdən təmizlənmənin ən güclü bir ay olduğunu və bəzi problemlərin yaşandığı bir aydır.
Əziz Əqrəb bürcündə olanlar, uzaq yollardan çəkinin, uzaq yollara getməkdən çəkinin. Daha Bakı ətrafı rayonlara belə getməkdə dekabr ayında çəkinin, çünki bu yollar sizin üçün düşərsizdir. Bəzi yuduğunuz babalarınız və yaxud da ki, bəzi etdiyiniz səhvləriniz, bəzən qırdığınız qəbləriniz, bilərəkdən və bilməyərəkdən etdiyiniz səhvləriniz bu ayda sizin üçün uğursuzluq gətirir. Çünki Allah Taala'nın nəzərləri hər bir bürc altında olan insanların üzərində olduğu kimi sizin də üzərinizə düşür. Ayın 20'si, 19'u ən uğurlu günlərimizdir. Ayın 7'si, 8'i uğurlu günlərimizdir. Ayın 3'ü, 6'sı, bir de 9'u üzr istəyirəm, 11'i uğursuz günlərimizdir. Bu günlərimizdə ehtiyatlı olun. Ama bu o demek değil ki size karşı her şey tersdir, negatifdir. Allah'ın ışığı üzerimizdədir, nəzərləri üzerimizdədir. Bu ay üçün sizin yaşadığınız hər bir problemi Allah'ın bir növ imtihanı kimi də nəzərə alın və səhvlərinizə yol verməyin. Çalışın, sizə qarşı pislik etmək istəyən insanların da cevabını özünüz həmənində verin ki, sizin üzərinizdə bu negatiflər, bu ağırlıqlar qalmaz. Dekabr ayı için oxatan bürcləri, əziz oxatanlar, ümid edirəm Allah'ın izni rızasıyla hər bir oxatan bürcü altında doğulmuş insanların gözü könlü xoş olar, ruhu dincələr. Ona göre ki oxatan ve balık bürcləri altında olan insanlara, başka bürclərin paxıllığın, itaətkarsızlığın, şeytani əməllərə getməyi daha çoxdur. İnşallah Allah'ın mələkləri bu insanlardan, oxatan bürcündə olan insanları uzak tutar. Təsvir edirəm ki ilk baştan birinci həftədən oxatan bürcü altında doğulmuş insanlara şeytani əməlləri gücləndirirlər. Ama unutmayın ki şeytani əməl etdiyiniz dekabr ayı heç bir bürcü altında doğulmuş insana şeytani əməli biz keçməyəcək. Ona göre ki keçməyəcək, çünkü dekabr ayı karmanın, temizlik karmasının en güçlü bir ayıdır. Allah'ın melekleri, Rabbim meleklerini her bir bürcü altında doğmuş insanları dekabr ayı son ay olduğuna göre seçilmiş bir aydı. Hemen ayda Rabbim bütün insanların kalbinin ve yollarının temizlenmesini emredir. Əziz oxatanlar, şər xatalardan, bəzi oxatanlarda, istər qadınlarında, istər kişilərində polislə əlaqədar işlər olacaq, şərə düşəcəklər, ehtiyatlı olun. Planlarınızı önceden heç kimseye bildirməyin. Çünkü üzünüze gülen, en yakın bildiğiniz insanlardan ziyan çəkəcəksiniz, şər görəcəksiniz, gizliliğinden olan bir şeyler görəcəksiniz. Zaman geçtikten sonra bunların üstü açılacak ama çift fayda. Ehtiyatlı olun. Bazı oxatanların evində şadyanalıq olacaq. Çalışın dekabr ayında oxatan qızlar və oğlanlar nişan və yaxud da ki toy etməyi saxlayın. Çünkü ilin son ayı olsa da oxatan bürcünün ilk doğulduğu ayı olduğuna göre ehtiyatlı olun ki hem ilk doğulduğu ayıdır oxatan bürclərinin, hem de son ayıdır. Ona göre de ehtiyatlı olun. Allah hər birinizi korusun. Belə deyərdim ki yeganə bir gün var ki ayın 21'i, onda daha çok sevinciniz olacak. 1'i, 11'i, 21'i günlərində ehtiyatlı olun.